Salam, hər vaxtınız xeyir olsun. Belə bir maraqlı test gördüm. Düzdür, bu test çox asan da olsa, burada bəzi uşaqların çaşdığı məqamlar olur. İstəyirəm ora aydınlıq gətirəm. Biz burada gördüyümüz kimi cümləyə şəxs əvəzliyi qoymalıyıq. Bizdə doğru variantı istəyir. Uşaqlar, birincisi biz bilirik ki, indi çoxsu deyər ki, müəllimə, burada arda var, ar cəmlərə qoyuruq. Həm də ki, ən artiklından istifadə olunub, yəni tək bir şeydən söhbət gedir. Bəli. Deyir ki, hansısa bir şəxsdən söhbət gedir. O, əla bir pilotdur. Uşaqlar, biz əgər bilirik ki, ar nə ilə işlənir? Z ilə işlənir, V ilə işlənir, Y ilə işlənir. Ona görə C ilə Y variantını atırıq. Amma ki, biz yadımıza salmalıyıq ki, you həm sən deməkdir, həm də siz deməkdir. Burada deməli, you-nu sən kimi istifadə edib. Yəni, bir nəfərdən söhbət getdiyinə görə həm ən artikl uyğun gəlir, həm də ki, are to be feili ora uyğun gəlir. Z ilə V olmayacaq. Çünki Z deyəcək ki, onlar əla bir pilotdurlar. Onda cəmdə olmalıydı pilot. Həmçinin V-yi də qoysaydı, yenə də pilot cəmdə olmalıydı. Burada doğru cavab B variantı. You are an excellent pilot.